Salam əzizlərim, bugün sizə menopoz sonrası xanımlar haqqında məlumat vermək istəyirəm. Menopoz sonrası xanımlar özlərinə diqqət etməlidirlər. Nə mənada? Çünki menopoz sonrasında müəyyən hormonlarımız geri çəkilir və bu geri çəkilmə nəticəsində bizim sümük, dayaq sistemimizdə müəyyən problemlər əmələ gələ bilir. Bu xanımlar diqqətdən kənarda qaldıqda bədəndə defisit yaranan D vitaminidir, kalsiumdur, maqneziumdur və digər elementlərdən əksik qalırlar və müəyyən yaşdan sonra, 5-10 ildən sonra hər hansı bir balaca bir yıxılma, zədə nəticəsində sümük sınıqları yaşaya bilirlər. Ölkəmizdə çox tez-tez rast gəlinir. Avropa və başqa ölkələrdə bu bizə nisbətən çox azdır. Nəyə görə? Çünki menopoz yaşı və menopoz sonrasındakı xanımlar həkim diqqətində, həkim nəzarətində qalırlar və bütün dərmanlarını, bütün dəstək tədavilərini alırlar deyə onlar bu travmalara məruz qalmırlar. Mənim sizə məsləhətim, ən az menopoz yaşındasınız və yaxud da premenopoz yaşdasınız əgər, ən az ildə 2 dəfə və ya 1 dəfə həkim müayinəsində olun, özünüzü diqqətdən kənarda qoymayın, dəstək ilə lazım olan bütün elementləri alın və sağlam yaşayın, sağlam yaşlanın və uzun ömürlü yaşayın.